Herkese salam. Bu videoda Master School Təhsil Mərkəzinin 6 aprel 2025 tarixində təşkil etdiyi buraxılış fənləri üzrə sınaq imtahanının izahına baxırıq. Sinif 8, sual 1-dən başlayaq. 61. Katetləri 8 cm və 15 cm olan düzbucaqlı üçbucağın hipotenuzunu tapın. Demək, düzbucaqlı üçbucaqdır. Katetlərdən biri 8-dir, digəri 15-dir. Bizdən hipotenuzu istəyir. Pifaqor teoremi ilə hipotenuz tapa bilərik. Pifaqor teoremində deyilir ki, katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. Yəni 8-in kvadratı üstəgəlsin 15-in kvadratı bərabərdir s-nin kvadratına. 8-in kvadratı 64-dür. 15-in kvadratı 225 bərabərdir s kvadratına. 64 ilə 225-in kvadratı bizə 289 verir. Bərabərdir s kvadratı. 289 hansı ədədin kvadratıdır? 17-nin. Deməli, s bərabərdir 17. Hipotenuz 17-dir. Doğru cavab A variantı. 62 nömrəli tapşırıq. 16x kvadratı çıx 9y ifadəsi aşağıdakilərdən hansına bərabərdir? Baxıram ki, bu a kvadratı çıxılsın b kvadratının açılışıdır. Yəni, düsturudur. Bunun açılışı nə olacaq? A çıx b vurulsun a üstəgəl b şəklində. 16 nəyin kvadratı? 4-ün. Yəni, 4x-in kvadratı. Çıx 9 nəyin kvadratı üçün 3y-ın kvadratı şəklini yazıram. Düsturda gətirib tətbiq edirik. 4x çıxılsın 3y vurulsun 4x üstəgəl 3y. Doğru cavab olur D variantı. 63 nömrəli tapşırıq. 3 daxili bucağının cəmi 290 dərəcə olan paralelogramın kiçik bucağının dərəcə ölçüsünü tapın. Paralelogramın və digər bütün 4 bucaqlıların, daxili bucaqların cəmi 360 dərəcədir. Yəni, eğer 3-ünün cəmini 290 veribsə, alfa üstəgəl 290 bərabər olmalıdır 360. Buradan tapıram ki, alfa nəyə bərabər olacaq? 70 dərəcəyə. Bizdən də paralelogramın kiçik bucağının dərəcə ölçüsünü tapın deyirdi. Kiçik bucağın dərəcə ölçüsü 1-2 paralelogramın bir tərəf üzərində olan 2 bucağının cəmi 180 dərəcədir. Əgər onlardan biri 70 dərəcədirsə, digəri mütləqi 110 dərəcə olmalıdır. Hansı daha kiçikdir? 70. Doğru cavab B variantı. 64 nömrəli tapşırıq. 162 ədədinin neçə müxtəlif sadə vurğu var? 162 ədədini sadə bölənlərini ayırıram. 2-yə bölünür. 81 qalır. 81 3-ə bölünür. 27 qalır. 27 3-ə bölünür. 9. 9 3-ə bölünür. 3. 3 də 3-ə bölünür. 1. Bizdən nə istəyir? Neçə müxtəlif sadə vurğu var deyir. Müxtəliflər hansılardır? 2 və 3. Neçə dənə oldu? 2 dənə. Doğru cavab A bəndi. 65. Hansı bənddə bir hədli verilmişdir? Bir hədli olması üçün qüvvətdə mənfi, kəsir, irrasional ədədlər olmamalıdır. Baxıram A variantında qüvvətlər mənfidir. Deməli, bir hədli deyil. B variantında qüvvətlərdən biri mənfidir. Yenə bir hədli deyil. C variantında yenə qüvvətlərdən biri mənfidir. Bir hədli deyil. D bəndində qüvvətlərdən biri mənfidir. Yenə bir hədli deyil. Y variantında qüvvətlər hər ikisi 1-1, yəni müsbətdir, natural ədəddir. Deməli, Y variantında bir hədli verilib. 66 nömrəli tapşırıq. Tiri 4 cm olan kubun tam səthinin sahəsini tapın. Kub nə cür bir fiqurdur? Kub bütün tərəfləri bir-birinə bərabər olan fəza fiqurudur. Yəni, kub təşkil olunub 6 dənə kvadratdan. Burada verib ki, til 4 cm-dir. Yəni, hər bir burada verilən til 4 cm-ə bərabərdir. Hər bir kvadratın deməli tərəfi 4 cm-dir. Kvadratın sahəsi necə hesablanır? A kvadratı ilə. Düzdürmü? Bir dənəsinin sahəsi. Ümumi kubun tam səthinin sahəsini istəyirsə əgər bizdən S tam bərabər olmalıdır. Deməli, A kvadrat. Amma neçə dənə A kvadratı? Neçə dənə üzü var bu? Deməli, kubun 6 dənə. A kvadratını vurmalıyıq 6-ya. Til 4 cm isə 4-ün kvadratı 16. 16-na vururam 6-ya. Olur 96 cm-in kvadratı. Doğru cavab C variantı. 67. 20 faizli 40 qram duz məhlulu ilə 25 faizli 40 qram duz məhlulu qarışdırılarsa neçə faizli alınır? Qablar üsulu ilə baxsan, tutaq ki, birinci qabda 20 faizli
60 qram duz məhlulu var. Bunun üzərinə əlavə olunur digər bir qabdan 25 faizli 40 qramlıq duz məhlulu qarışdırılır. Çəklər aydındır ki 60 + 40 100 qram olmalıdır, amma faizi bilmirik. Bu faizi axtarırıq. Düstura görə 20 vur 60 üstə gəlsin 25 vur 40 bərabərdir 100 vur P olmalıdır. Burada P bərabərdir 100-də 20-ni 60-a vuranda 1200 edir. 25-də 40-a vuranda 1000 edir. 1200 üstə gəlmin 2200. 2200'ü bölürəm 100'ə. Alıram cavabda 22%. Doğru cavab B variantı. 68 nömrəli tapşırıq. S-nin hansı qiymətlərində kvadrat tənliyinin 2 bərabər kökü var? Kvadrat tənliyinin nə zaman 2 bərabər kökü olur? Diskriminant 0-a bərabər olan halda. İndi mən diskriminantı tapırıq. Diskriminant B kvadratı minus 4AC düsturu ilə hesablar və bərabər eləməliyik 0-a. B nədir? X-in əmsalı. Kvadratı 36. Çıxılsın 4 vur 1. 4. Bunu da vururam C-yə. 4C bərabərdir 0. Bunu alıram ki 4C bərabərdir 36. C də bərabərdir 9. Doğru cavab D bəndi. 69 nömrəli tapşırıq. Tənliyi həll edin. Bu tənliyi həll etmək üçün çarpaz şəkildə vurmaq lazımdır. Yəni 3'ü vururam. A çıxılsın 4'ə. 2'ni də vururam A-ya. Olur 3A çıxılsın 12. Bərabərdir 2A. 3A'dan 2A çıxıram A qalır. 12'nə keçirəm sağ tərəfə olur müsbət 12. A bərabərdir olur 12. Cavab D bəndi. Sistemdən x üstə gəlir 40 cəmini tapın. Bu sistemi toplama üsulu həll edə bilərik və yaxud da əvəz etmə fərqi yoxdur. Gəl toplama ilə yazaq. Toplamaq üçün əmsallardan bir-birinə bərabər amma əks işarəli olmalıdır. Baxıram ki birində 1-də əmsal, x-in əmsalı 1, o birisi 2-dir. Müsbətdir hər ikisi. Digərində 3-dür, bir də 1-dir y-in əmsallar. Gəlin belə eləyək. Birinci tənliyi vuraq -2-yə. Niyə? Burada müsbət 2 var. Bunu da qarşısını -2 eləyək ki, toplayanda 0 eləsin. Demək sistem tənliyi olur bu şəkildə. -2x çıx 6y bərabərdir -18. Çünki sadəcə x-i vurub saxlaya bilmərik. Hamısını vurmalıyıq. 2 tənlikdə isə heç nəyə vurmamışıq. Olduğu kimi yerində qalır. Toplayıram indi bunları alt-alta. -2x ilə müsbət 2x-in cəmi 0 verir. -6y üstünə y gəldirir. -5y bərabərdir. -18 üstə gəl 8 bizə verir -10. Yəni y bərabərdir. Burada müsbət 2-yə. Y 2-dir. Gətirib hər hansı bir tənlikdə yerinə qoyub x tapıram. X üstə gəl 3 vur 2 6 bərabərdir 9. X də bərabər olur buradan 3'ə. X plus y cəmini istəyir. O da olur 2 üstə gəl 3 5. Doğru cavab C variantı. 71 nömrəli tapşırığa baxaq. Kök altında 54 ədədinin aşağıdakı ədədlərdən hansı ilə hasili tam ədəd olar? İlk öncə bunu bilmək üçün kök altında 54 ədədini sadələşdirək. Kök altında 54'ü bölürəm. Vuruqları ayırıram belə deyək. 2'yə bölünür 27 qalır. 27 də 3'ün kubu demək. Yəni 3 dənə 3. Kökün dərəcəsi 2 olduğuna görə kök altdakı 2 dənə eyni ədədi kökün xaricini çıxarda bilərəm. 2 dənə 3 var. Deməli eynidir. Bunu 3 vur kök altı 2 vur 3 yəni 6 şəklində saxlayıram. Bu ifadənin bu ədədin tam ədəd olması üçün mən onu kök altında 6'lı bir ədədə vurmalıyam. Baxın variantlar kök altda 6 varmı? Bəli, B variantında var. Yəni 3 kökdə 6'nı kökdə 6'ya vursaq, cavab olacaq 3 vur 6, o da 18. 18 isə tam ədəd olur. 72 nömrəli tapşırıq. 72. A bərabərdir 0,37. B bərabərdir 0,337. C bərabərdir 0,373. Ədədlərini müqayisə edin. Müqayisə etmək üçün ya tam hissələrə baxırıq. Baxıram ki, tam hissələr üçündə də eynidir. Tam hissələr bərabər olduğu zaman keçirik digər onda birlərə, yüzdə birlərə bu şəkildə müqayisə edirik. Baxıram ki, vergüldən sonra birinci ədəddə 2 dənə rəqəm var, digərlərində 3 dənə. Bunu da biraz sıfır ata bilərəm bura. Çünki vergüldən və rəqəmlərdən sonra istədiyimiz qədər bura sıfırlar əlavə edə bilərik. Sıfır əlavə elədikdən sonra artıq hər birinin vergüldən sonra 3 rəqəmi var. Artıq o 3 rəqəmi müqayisə edə bilərəm. 370, 337, 373. Hansı böyükdür? 373. Yəni C-dəki böyükdür, C bəndi. Sonra 370 gəlir. A böyükdür. Və 337 ən kiçikdir B. Bunu bu şəkildə yaza bilərəm. B kiçikdir A, kiçikdir C. Dəyişən heç nə yoxdur. Doğru cavab da elə olur B variantı. 73. Diametri 18 sm olan çevrənin radiusunu tapın. Diametr nəyə bərabər? Diametr 2 dənə radiusa bərabər. Və diametr bizə 18 veribsə,
Bu 2R. R de burada nəyə bərabərdir? 18 bölü 2, 9. Doğru cavab B bəndi. 74 nömrəli tapşırıq. Üçbucaq ABC-də BD tənbölən olarsa şəklə əsasən x-i tapın. Tənbölənin əsas xassəsinə görə buradan yaza bilərik ki, AB bölünsün AD bərabərdir BC bölünsün DC. Yəni 15 böl 5 bərabərdir 18 bölünsün x. 15-i 5-ə bölürəm 3 qalır. 18 bölünsün x. 18 nəyə bölündü 3 qalır? 6-ya. Deməli x-in cavabı 6-dır. Doğru cavab C bəndi. 75 nömrəli tapşırıq. Avtomobil iki şəhər arasındakı məsafənin 40%-ni getdikdən sonra yolun ortasına çatmaq üçün daha 5 kilometr getməlidir. Şəhərlər arasındakı məsafə neçə kilometrdir? Tutaq ki, iki şəhər arasındakı məsafədir. Ümumi məsafənin uzunluğu x kilometrdir. Bu yarısı necə olacaq? Yarısı x böl 2 və x böl 2 olacaq. İndi bizə deyir ki, bu məsafənin 40%-ni gedib. Yəni x-in 40%-ni gedib. X-in 40%-ni getmək nə deməkdir? X vur 40 böl 100. Buraya hələ ki 40% yazıram. Gedəndən sonra ortasına çatmaq üçün yolun daha 5 kilometr getməlidir. Burada 5 yazıram. Yəni əgər bu x-in 40%-i ilə bu 5 kilometri toplasa mənə x-in, yəni yolun yarısını verəcək. Ona görə gətirib yazıram verilənləri. X-in 40%-i, yəni yolun 40%-i x vur 40 böl 100. Üstə gəlinsin 5 bərabər x böl 2. 5 yerində qalsın. X böl 2-dən çıxıram. %40 da ixtisar gedəndə 5-də 2x qalır. 5 bərabər ortaq vuruq 10-dur. Burada qalır 5x, burada qalır 4x. Yəni 5 bərabərdir 10-da x. X da buradan bərabərdir 50 kilometrə. Doğru cavab D variantı. 76. Kvadrat tənliyinin böyük kökünü tapın. Bu kvadrat tənliyi həll etmək üçün ya bizə lazımdır Viet teoremi ilə tapmaq kökləri, ya da diskriminantla. Baxaq hələ görüm Viet teoremi ilə köklər tapılırmı? Tapılmazsa diskriminanta müraciət edə bilərik. Bilirik ki, köklərin hasili öz işarəsi ilə S-yə, yəni sərbəst həddə bərabərdir. -16. Köklərin cəmi isə əks işarə ilə x-in əmsalına bərabər. Yəni x-in əmsalı -6-dır, əksini 6 götürəcəm. İlə baxan kimi görürəm ki, köklərin biri müsbət 8-dir, digəri -2-dir. Çünki müsbət 8-i -2 vuranda -16 alınır. Müsbət 8 ilə -2 toplayanda bizə müsbət 6 verir. Böyük kökünü istəyir, cavab olur 8. 77 nömrəli tapşırıq. İfadənin qiymətini hesablayın. Modulda mənfi ədədlər çıxanda müsbət qalır. Yəni burada -5,7 modulda verib, moduldan çıxanda müsbət 5,7 qalacaq. -2,3 bizə verir 2,3. Üstə gəlsin, -1,6-dan müsbət 1,6 çıxır. 5,7-dən 2,3 çıxanda 3,4, 3,4-ün üstünə 1,6 gələndə olur 5. Demək, ifadənin qiyməti 5 imiş. 78. Üçbucağın tərəfləri 10, 10 və 16 cm olarsa, sahəni tapın. Əgər tərəflərin 3 də verilibsə, sahəni Heron düsturu ilə hesablaya bilərik. Heron düsturu ilə hesablamaq üçün bizə yarım perimetr lazımdır. Yəni, tərəflərin uzunluqlarını toplayırıq, bölürük 2-yə. 20 üstə gəlir 16, 36-nı da 2-yə böləndə, 36-nı da 2-yə böləndə qalır cavab 18. S də bərabər kök altı P, yəni 18 vurulsun P minus birinci tərəf 18 çıx 10, 8 18 çıx yenə digər tərəf 10 olduğuna görə 8, 18 çıx 16 2 verir bizə. 8-dən 2 dənə də birini çıxaram çölə. 18 vur 2 36 edir. 36-dan da kök 6 çıxır. 6 və 8 də 48 santimetrin kvadratı olacaq. Cavab 48. 79. Tənliyi həll edin. X və 3x ortaq məxrəc götürürüm. 3x. Tamamlayıcı vuruq 3-dür. Tamamlayıcı vuruq 1-dir. 3-ü 1-ə vururam 3. 3-ü 1-i 1-ə vururam 1. Bərabərdir 3-də 1. Daha sonra bunu çarpaz şəkildə vurub həll edə bilərik. 3-də gəl 1 4-dür. 4-ü 3-ə vururam 12. 3x-də 1-ə vururam 3x eləyir. Demək x-də bərabərdir 12 bölü 3 4. Doğru cavabı olur. 79-da 4. 80 nömrəli tapşırıq. 3 və 12 ədədlərinin həndəsi ortasını tapın. Həndəsi orta tutaq ki, 2 ədəd veribsə bizə A və B. Neçə nədir? 2 dənə. Kökün dərəcəsi 2 olur. Həmin ədədlər kökün altında vururuq bir-birinə. 3 ədəd olsa 3-cü dərəcədən vuracağıq. 2 dənə ədəd verildiyi görə kök altında 3 vur 12 hasilini tapıram. O da bərabər kök altında 36. Cavab da olur plus minus 6. Üzr istəyirəm. Sadəcə 6. Kökdən mənfi çıxmaz. Cavab olur 6.
Fikrim kvadrata getdi. 81. 20% xeyirlə 30 manata satılan kitabın alış qiymətini yazın. 20% xeyir demək 100 üstəgəl 20, 120% deməkdir. Yəni 120% xeyirlə satılıb və 30 manat gəlir əldə olunub. Kitabın alış qiyməti deyəndə 100%-ni istəyir bizdən, yəni. 100% də x manat. Çarpaz vururuq. 120 vur x bərabərdir 100 vur 30. 120 ilə 30 ixtisar gedir. Burada 4 qalır. 4x bərabərdir 100. X də bərabərdir 25 manat. Deməli, kitabın alış qiyməti 25 manat imiş. 82. İfadəsini sadələşdirin. İfadəni sadələşdirəndə müxtəsər vurma üsullarından istifadə edəcəyik. Açaq. Baxıram ki, birinci kəsirin surətində qruplaşdırma eləyə bilərəm. Birinci ilə üçüncünü qruplaşdırıram. Birinci ilə dördüncünü, ikinci ilə üçüncünü qruplaşdırıram. Məxrəcin ikini ortaq vuruq çıxardacağım. Surət bu isə deməli fərqin kvadratıdır. Məxrəcdə olduğu kimi qalacaq. Amma kəsilər bir-birinə bölündüyünə görə birinci kəsiri olduğu kimi saxlayıb ikincinin tərsinə vuracağım. Yəni bərabərdir. Burada olur x kubu minus 1. Yan-yana yazsam eğer. Çıxılsın. 3x'i çıxarım çölə. Mənfi 3x'i çıxarım çölə. Yerdə qalır x minus 1. Bölünsün. 2'ni çıxartdım. Yerdə qaldı x kvadratı çıx 1. Vurulsun. Buna tərsinə çevirən bir başa x plus 1. Məxrəc deməli x kvadratı çıx 2x üstəgəl 1'dir. Bu da x minus 1'in mötərizə kvadratıdır. Bərabərdir. Surətdən x kubu minus 1'i açıram. Açanda nə olur? X minus 1 vurulsun. X kvadratı üstəgəl x üstəgəl 1 çıx 3x. Düzdürmü? Bölünsün. 2 vurulsun. X kvadratı çıxılsın 1. Burada bir dənə də vur. X minus 1 var. Düzdürmü? Bir saniye. Burada çıxma var. Bu çıxmayla da bu üçü birbaşa birləşdirməyim ən yaxşısı. Demək, bunu bağladım. Çıxılsın. 3x vurulsun. X minus 1. Aha, belə. Vurulsun. Digəri yerində qaldı. X üstəgəl 1. Şaxtada da x çıx 1'in kvadratı. Bərabərdir. Surətdə x çıx 1 ortaq vuruqdur. Bunu çıxarım çölə. X çıx 1. Yerdə qalır x kvadratı üstəgəl x üstəgəl 1 çıx 3x. Bölünsün. 2 vurulsun. Bu nə olacaq? X çıx 1. X üstəgəl 1. Vurulsun. Demək x üstəgəl 1 bölünsün. X çıxılsın 1'in kvadratı. İxtisarlarımı aparam. Demək burada x çıx 1 ilə x çıx 1 ixtisar gedir. X üstəgəl 1 ilə də x üstəgəl 1 ixtisar gedir. Yerində qalır. Surətdəkini ifadəni sadələşdirirəm. Deməli x kvadratı çıx 2x üstəgəl 1 qaldı. Məxrəcdə 2 qalıb. Bu tərəfdə də 1 böl x minus 1'in kvadratı qalıb. Bərabərdir. Bu x kvadratı çıx 2x üstəgəl 1 nəyin açılışıdır? X çıx 1'in kvadratı. Düzdürmü? Vurulsun 1. 1 heç lazım da deyil. Yazmayaq. Bölünsün. 2 vur. X çıxılsın 1'in kvadratı. Bu x çıx 1 kvadratla x çıx 1 kvadrat ixtisar gedir. Yerdə qalır. Məxrəcdə 2 surətdə 1. O da bizə nə çevirir? 0,5. Doğru cavab da elə 0,5 olur. 83 nömrəli tapşırıq. Tərəflərinin biri 9 cm və bu tərəfə çəkilmiş hündürlüyü 8 cm olan paralelogramın sayəsini tapın. Paralelogram çəkilib. Bir tərəf 9'dur. Bu tərəfə çəkilən hündürlük isə 8'dir. Sahə necə tapılır? S bərabərdir tərəf və həmin tərəfə çəkilmiş hündürlüyün hasili. Yəni S bərabərdir 9 vur 8. Bu da olur 72 cm kvadratı. 84. Cəmi 48 olan 3 ədəddən birincisi yazıram. Cəm 48. Birinci ədəd bu cəmin 12'də 7 hissəsini təşkil edir. Yəni 48 vurulsun. 12'də 7. 48 12'ye bölüm 4. 4'də 7'ye vuram 28. Birinci ədəd 28'dir. İkinci ədəd isə altda birini, yəni cəmin altda birini. 48 vur 6'da 1. 48 6'ya bölüm 8. 8'də 1'ə vuram elə 8 edir. Üçüncü ədədi tapın. Üçüncü ədədi x yazıram. Cəm demişdi axı. 28 üstəgəl 8 üstəgəl x bərabərdir 48. X da bərabər olur. 48'dən 28 çıxıram 20. 20'dən 8 çıxıram 12. Deməli üçüncü ədədimiz 12 imiş.
85 nömrəli tapşırıq. Diaqonalları 10 sm və 24 sm olan rombun sahəsini tapın. Rombun diaqonallar olan sahəsi necədir? X bərabərdir. D1 vurulsun. D2 bölünsün 2. Diaqonallar biri 10'dur. Biri 24'dür. Bölünsün 2. 10 vur. 24'ü 2'ye böləndə qalır 12. 12'ni 10'a vuranda olur. Cavab 120 kvadrat santimetr. Cavabımız 120 olmuş olur.